Cəlilabadda gərgin anlar vətəndaş qanuni tikintisinin söküldüyünü, örüş sahələrinin isə zəbt edildiyini iddia edir. Cəlilabad rayonunun Əli Qasımlı kəndində gərgin anlar yaşanıb. Kənd sakini dövlət tərəfindən verilmiş rəsmi çıxarışı və tikinti icazəsi olduğu halda şəxsi mülkün icra hakimiyyətinin göstərişi ilə qanunsuz olaraq söküldüyünü iddia edir. Şikayətçi iddia edir ki, söküntü tapşırığının arxasında Süleyman Süleymanov dayanır. Vətəndaşın ittihamlarına görə onun şəxsi mülkü söküldüyü halda kəndin ümumi örüş torpaqlarında qanunsuz şəkildə iri obyektlərin və restoranların inşasına şərait yaradılır. Görüntülərdə icra nümayəndələrinin Süleyman Süleymanovun da ərazidə tikinti aparmaq üçün icazəsinin olduğu bildirildiyi eşidilir. Zərər çəkən vətəndaş isə buna etiraz edərək soruşur. Necə olur ki, dövlətə məxsus örüş torpaqlarında kimlərəsə obyekt tikməyə icazə verilir, amma mənim rəsmi sənədli şəxsi mülkümü gəlib sökürlər. Cəlilabad sakininin mülkiyyət hüquqlarının pozulması və örüş torpaqlarının qanunsuz zəbt edilməsi ilə bağlı irəli sürülən bu ciddi iddialarına Cəlilabad rayon icra hakimiyyətinin və aidiyyatı qurumların hansı rəsmi açıqlama verəcəyi maraq doğurur. Mövzunu diqqətdə saxlayacaq. Gedirik burada Süleyman Süleymanovun dövlət əkin sahəsində tikdiyi restoranı sökməyə Nizam müəllim. Nə sözüm var? Süleyman Süleymanovun dövlət əkin sahəsində tikdiyi obyektləri sökməyə gedirik. Getmirik. Əlib polis məmuruna uzatma. Başda polis məmuru da getməlidir ki, saxlayıb və sökdürməlidir. Süleymanın pulu var, mənim pulum yoxdur. Süleyman nə qədər verib? Mən verə bilmədim. WhatsAppda yazınız var ya mənim, gəl. Gətirə bilmədiyim üçün söktünüz. Heç qətinə narahat olma. Cənab prezidentin torpağında restoran tikə bilərlər. Şəxsi mülkümdə mən tikə bilmərəm də, ha? Canınız sağ olsun. Mən sizi çəkirəm, bax cənab prezidentin sırf sizi tanıması üçün. Nizami müəllim, Vaqif müəllim, hansı oliqarxın adından istifadə edib oliqarxın dalında durubsunuz? Qəti şəkildə, axşama qədər inşallah işıqlanacaq, görəcək. Qəti narahatlıq yoxdur. Çək. Səni qoy cənab prezidentimiz gözəl tanısın, sənin kimi qanunsuz iş görənlərimiz var. Bəli, qanunsuz Süleyman Süleymanovun obyektini sökməyə gedəcək indi. Görün Süleyman Süleymanovun dövlətin əkin sahəsində tikildiyi obyekt niyə sökülmür? Bu mənim şəxsi çıxarışlı mülkümdür, amma Süleyman müəllim dövlətin əkin sahəsində tikdiyi. Sən niyə böhtan danışırsan? O xüsusi mülküdür. Onun dövlət əkin sahəsində əkindən başqa tikintiyə icazə yoxdur. Ona icazə 10%-də yox, 1% olur. Qanun pozma. Əkin sahəsində 1%-də icazə var. Restoran tikmək olmaz. Dövlətin əkin sahəsində restoran tikmək olmaz. Qanunsuzdur. Qanunsuz işlərə göz yumub pul aldığınız üçün sökür. Görüm nə eləyəcəksiniz, sökür. Hamımız cavab verəcək, hamımız, hər bir kəs. Buradan gedirik, həmin yerə getməsiz mən gediyəm. Hamımızı da orada gözləyəcəyim, görüm. Ora gələcəksiniz, gəlməyəcəksiniz. Ora gəlib gəlməməyiz bəlli olacaq indi yarım saatdan sonra. Vaqif müəllim, Süleymana dediyin kimi, indi gedirik oranı sökməyə. Əgər söksün, prezident görəcək oranı da sökdür. Buranı söküb oranı, prezidentin əmlakında tikdiyi obyekti sökməsin, cənab prezident sizi görəcək. Yarım saatdan sonra siz görəcəklər və dəvət eləyəcəklər həmin çəkilişlə bağlı. Keçən dəfə kim olmayacaq bu dəfə. İnşallah bir yarım saatdır. Sökün rahat. Və 2 dənə də polis məmuru gətiriblər. İndi buradan da polis məmuru mən dəvət eləyəcəm Süleyman Süleymanovun yanına. Görək oranı da sökdürəcəklər yoxsa. İndi gedir Süleymanın yanına. Gedirik Süleymanın yanına sökməyə. Gedirik Süleymanın obyektini sökməyə. Dövlətin əkin sahəsində tikib var restoran. Gedirik. Onun sənədi var. Sənət var. Süleyman Süleymanovun sənəti var da deyirsiniz də. Əkin sahəsində restoran tikməyə sənəti var. Çıxarışı var. Xüsusi mülkiyyət dairəsi. Yox, restoran tikməyə əkin sahəsində sənəti var da, hə? Var. Siz dediniz də var idi, yaxşı. Var idi, Allah köməyiniz olsun. Bundan cənab prezidentin xəbəri var. Rafiq Cəlilov əkin sahəsidir. Əkin sahəsində gör nə tikilib. 3 mərtəbə idi mol. Bundan xəbəri var. Rafiq Cəlilov gəlin mənim dükanımı sökməyi deyir. Çıxarışdı dükanımı. Əkin sahəsidir. Bax.